Bugün bir neçə cəhətdən əlamətdar gündür. Əvvəla ona görə ki, bugün İslam inqilabının böyük şəhid rəhbəri Ayətullah Üzma Seyyid Əli Xamneyi cənablarının şəhadətinin 40-cı günüdür. Biz ilk öncə Almaniya İmam Zaman Mərkəzi adından bu münasibətlə başda İmam Zaman olmaqla İnqilabın 3-cü rəhbəri Seyyid Müstəba Xamneyi cənablarına, digər məraciyə, Əhl-i Beyt dostlarına, fədakar, cəsur, təqvalı İran xalqına başsağlığı deyirik. İkinci məsələ, bugün bildiyiniz üzrə 15 günlük, təqribən 2 həftəlik atəşkəs razılaşması olub. Bu barədə də əsasən danışacağıq. Bugün düzdür, son məlumatlar heç də ürəkaçan deyil. Amma biz hesab edirik ki, bu atəşkəs deməli İslam inqilabının qələbəsini göstərən bir əlamətdir. Allah ki Quranda buyurur: Bismillahirrahmanirrahim. İnna fətəhna ləkə fətən mubina. Biz sənə Peyğəmbərə xitabən açıq-aşkar bir zəfər bəxş etdik. Mən düşünürəm ki, bu atəşkəs İran xalqına, İslam inqilabına açıq-aşkar bir zəfərdir, zəfər nümunəsidir. Bu barədə biz deməli danışacağıq qarşıdakı dəqiqələrdə. Amma mən mövzuya keçməzdən öncə, yəni dünən axşamdan deməli təqdim olunan şərtlər, İranın şərtləri və qarşı tərəfin reaksiyası və bugün baş verən proseslər, bunları şərh etməzdən öncə istəyirəm ki, zəhmət olmasa siz səsin necə gəlməsini qeyd eləyin, səs necədir, səslə bağlı bir məlumat verin. Sonra adəti üzrə biz yenə də YouTube qaydalarına uyğun olaraq sizdən xahiş edirik, bəyənməni artırın, bəyənin canlını. Kanala abunə olmamışsınızsa Cavid Cabbarlı kanalına abunə olun və üzr istəyirəm. Bəli. Kanala abunə olmamışsınızsa Cavid Cabbarlı kanalına abunə olun və eyni zamanda paylaşımları artırın, yorumları artırın, şərh yerində öz fikirlərinizi də artırın. Allah inşallah mütləq haqq əhlini qalib edəcək. Bu Allahın bir vədəsidir. Ona görə də bizim bu istiqamətdə heç bir qüssəmiz, heç bir kədərimiz və qorxumuz olmamalıdır. Əgər mömin isə Allah özü buyurur ki, Allah dostlarının heç bir qorxusu və heç bir qəmginliyi olmaz. Zaten Allah'tan böyük heç bir şeyin olmadığını biz anladığımız üçün ən böyüyünə sığınırıq və ən böyüyünə sığınan heç vaxt qəm-qüssə görməz inşallah. Səbir və itaət eyni zamanda təmkin və tədbir bizim əsas vəzifələrimizdir. Biz bu istiqamətdə öz vəzifələrimizə riayət edəriksə, inşallah Allahın köməkliyi ilə biz mütləq deməli qələbənin dadını dadacağıq. Əziz izləyicilər, burada canlıda iştirak edən izləyicilər
Türkiyədən salamlayıblar. Hakan Cicit adlı bir izləyicimiz. Aleykəssalam deyirik. Bütün dəyərli Türk xalqını biz də salamlayırıq və onu da fürsətdən istifadə edib burada deyirik ki, bu günlər ərzində, bu 40 gündə Türkiyədən İslam inqilabına, İran İslam Respublikasının cəsarətli fədakar xalqına çox böyük dəstək nümayişi olundu. Biz bununla həqiqətən qürur duyuruq, qəlbimiz genişləndi və bir daha təşəkkür edirik fədakar Türk xalqına. Türkiyədə deməli İslam inqilabının dəstəklənməsi, onlara yüksək səviyyədə, açıq formada dəstək verilməsi həqiqətən də təqdirə layiq bir hal idi. Bu halı biz qeyd etdik. Ona görə də Türkiyəli qardaşlarımıza, Türkiyəli bacılarımıza biz birmənalı olaraq təşəkkür edirik. Əzizlər, səslə bağlı siz hər hansı bir fikir bildirmədiniz. Mən yorumlara baxıram səslə bağlı. Səs necədir? Zəhmət olmasa bu istiqamətdə bir fikir bildirin. Səslə bağlı. Bir məsələni mən sizə qeyd edim ki, dediyim kimi bugün 40 imamı bizim şəhid rəhbərimizin bəli, səs zəifdir, amma mən təşəkkür edirəm. Bəziləri zəif yazıb, bəziləri hər şey qaydasında yazıb, amma mən hesab edirəm ki, səs zəifdir. Biraz da özüm zəif danışıram. Çünki Allah şəfa versin hər bir xəstəyə. Biraz özümü yaxşı hiss eləmirəm, ola bilsin ona görə zəif danışıram və səs biraz zəif olur. Amma hər halda İnşallah ümid edirəm ki, faydalı bir canlım olacaq, faydalı bir veriliş olacaq. Mən öncə onu demək istəyirdim ki, İslam ümməti və bütün bəşər, bütün bu dövrün 21-ci əsrin insanları hələ o qədər də anlamayıblar, kimi itiriblər, hansı neməti itiriblər. Əzizlər, biz necə deməli məsumların qədri bilinmədi, məsumlar bir-birinin ardınca zalim, qəsbkar, qatil, öz dövrlərinin ən əxlaqsız, ən səviyyəsiz insanları tərəfindən şəhadətə qovuşdular, şəhid oldular və biz indi tarixdə baxırıq, Həzrət Əleyhisselamın şəhadət səhnələrini oxuyanda, İmam Həsənin sülh və sonraki şəhadət səhnələrini oxuyanda o dövrün müsəlmanlarına qızırıq, əsəbləşirik, onlara qarşı nifrət oyanır bizdə. Eyni zamanda İmam Hüseyin əleyhissalamın deməli İmam Hüseyin əleyhissalamın şəhadət məqamını görəndə və o şəhadət səhnələrində cəmi o dövr 72 nəfərin şəhid olduğu və qadın uşaqların əsir olduğu səhnələrini görəndə o dövrün səhabələri var idi, o dövrdə yaşayan səhabələr, Peyğəmbəri görənlər, görməyənlər, tabeinlər, hələ onlar toplansaydılar, böyük bir qoşun yaranardı. Amma çox təəssüf ki, imamın Yezid qarşısında, Yezidin 39-40 minlik qoşunu qarşısında 72 nəfərlə deməli dayanması indi bizim biraz da qanımıza toxunur, belə bir söz deyirlər də. Biz fikirləşirik ki, gör o dövrdə insanlar necə də namaz qılan olublar, amma namaz qılsalar da, amma bunlar necə də deməli, üzr istəyirəm, bəli, bunlar namaz qılsalar da necə də imamı tək qoyublar. Eyni məqamı biz bugün görürük və bu ümmətin, bu dünyanın Seyyid Əli Xamneyi kimi böyük bir şəxsiyyəti itirdiyini, əldən verdiyini hələ də anlamır. Düzdür, Seyyid Əli Xamneyi cənablarını biz məsum hesab etmirik və 14 məsum sırasına aid deyil. Kimlərsə indi durub deməli
şey deməsin, irad bildirməsinlər ki, sən Seyid Əli Xamenei cənablarını şəhid rəhbəri məsum imamlarla eyniləşdirirsən. Qətiyyən belə deyil. Amma biz həmişə demişik ki, Seyid Əli Xamenei cənabları sadəcə İran İslam Respublikasının dini lideri deyildi. Sadəcə bir inqilabın da rəhbəri deyildi. Sadəcə bir ölkənin də prezidenti deyildi. Seyid Əli Xamenei cənabları Təvhid məktəbinin, Təvhid yolunun davamçıları olan, təbliğatçıları olan, peyğəmbərlik, sonra nübüvvətin, imamətin, vilayət yolunun rəhbərlərindən biri idi və müasir dövrümüzdə tək rəhbəri idi. Biz məsələyə bu cür yanaşmalıyıq və təvhidə gedən yolun deməli bir rəhbərinin əldən getməsi, məsələyə bu cür yanaşmalıyıq. Bu böyük bir nemətin itirilməsidir. Nemət itirilərsə, onun fərqinə varmayanlar üçün, onun anlamayanlar üçün bəla olar. Amma bunun fərqinə varanlar üçün bir aydınlıq olar. Görürsünüz, rəhbərin şəhadətindən sonra dünyada nə qədər dəyişikliklər oldu. Dünyada bir oyanış baş verdi. Bu elə təkcə bu faktı biz təqdim etməklə əzəmətli rəhbərin böyüklüyünü anlamağa çalışa bilərik. Daha doğrusu anlaya bilərik ki, dünyada görün nə vaxtdan bir dəyişiklik baş verdi. İnsanlar oyanış oldu. Hətta qeyri-müsəlmanlarda, qeyri-müsəlman ölkələrində deməli İslam haqqında, İran haqqında düşüncələr nə qədər dəyişildi, nə qədər fərqli deməli fərqləndirildi. Yəni dünənə qədər, yəni 27 fevrala qədər İslam inqilabı haqqında düşünənlər necə düşünürdülərsə və İran haqqında, rəhbər haqqında mənfi fikirlər səsləndirirdilərsə, amma biz 28-dən sonra, fevralın 28-dən sonra biz gördük ki, bir neçə gün ərzində İran haqqında mövqeyi necə dəyişildi. Söhbət müsəlman ölkələrindən getmir, qeyri-müsəlman ölkələrindən söhbət gedir. Əzizlər, buna görə də üzr istəyirəm. Ola bilsin mən tez-tez çay içdim. Buna görə də hər birinizdən üzr istəyirəm. Allah hər birinizə xəstələrə şəfa versin, hər birinizə də kömək olsun. Bəli, əziz bacı qardaşlar, dəyərli izləyicilər, məsələ bu qədər ciddi bir məsələdir və dediyim kimi bugün bütün dünya Seyid Əli Xamenei cənablarının 40 mərasimini qeyd edir. Biz də Almaniyada yaşayan bacı qardaşlarımız üçün bir məlumat olsun deyə buradan da xəbər veririk ki, təşəkkür edirik Nəzakət xanım Hüseynova bacımız, Allah köməyiniz olsun. Avropada yaşayan bacı qardaşlarımıza məlumat üçün qeyd edirik ki, bu həftənin sonu bazar günü, yəni aprelin 12-si Almaniya İmam Zaman mərkəzində, öz məscidimizdə, Hüseyniyyəmizdə inşallah rəhbərin 40 mərasimi ilə bağlı məclisimiz olacaq. Məclis saat 13-də başlayacaq, yəni zöhr namazından yarım saat öncə qonaqların gəlməsi prosesi başlayacaq. Zöhr namazı qılandan dərhal sonra məclisimiz başlayacaq. Rəhbərin haqqında ümumiyyətlə günümüzün vəziyyəti ilə bağlı söhbətlərimiz olacaq və sonda da deməli ehsan süfrəsi olacaq. Bunun üçün də Almaniyada yaşayan möminlər, dəyərli insanlar, rəhbərə sayğısı olanlar, əgər gəlmə imkanınız varsa, inşallah gəlib iştirak eləyərsiniz. Onu da qeyd edeyim ki, Almaniya İmam Zaman mərkəzi, bizim Hüseyniyyə məscidimiz Mülheim am der Ruhr şəhərindədir. Bu Essen şəhərinə yaxındır. Essen, Gelsenkirchen, Oberhausen bu şəhərlərin arasında Duisburg, Düsseldorfa da elə yaxındır. Demək olar ki, NRV torpağında mərkəz bir şəhərlərdən biridir.
Onun bütün deməli nəqliyyatı da rahatdır. Həm avtobusla, həm qatarlarla, elektrisklərlə, həm də şəxsi maşınlarla gəliş-gediş çox rahatdır. İnşallah dediyim kimi bəli, burada İlqar orada olur, belə bir Salih ağa belə bir sual verib. Bilmirəm söhbət hansı İlqardan gedir, amma bizim bəli məscidimizin çox dəyərli və əziz bir mömin qardaşımız var, İlqar. Əgər həmən İlqarı soruşursunuzsa, bəli, bizim elə əziz, dəyərli mömin qardaşımız. Məsciddə böyük xidmətləri var. Məscid demək olar ki, ilk günlərindən o bizim məsciddə bizimlə bir yerdədir və böyük xidmətlər eləyir. Allah onun imanını kamil eləsin, balalarını xoşbəxt eləsin və çox dəyərli, əziz qardaşlarımızdan biridir. Əgər həmən İlqarı deyirsənsə, bəli, bizim İlqar qardaşımız Almaniya İmam Zaman mərkəzində həqiqətən həvəslə, xalisanə, böyük deməli xidmətlər verir. Onun etdikləri çox təqdirə layiqdir. Yeri gəlmişkən bunu da mən demək məcburiyyətindəyəm. Əlqərəz, dediyim kimi Almaniya İmam Zaman mərkəzində ayın 12-si, aprelin 12-si saat 13-dən başlayaraq təqribən 16-ya qədər davam edəcək. Şəhid rəhbərimiz Ayətullah Özma Seyyid Əli Xamneyi cənablarının 40 məclisi təşkil ediləcək və hər kəs dəvətlidir. Xanımlar da olacaq. Xanımlar, uşaqlar, kişilər, hər kim istəsə, yəni bizim məscidimizin imkanlarımız var və qonaqları qəbul etmək üçün əslində bu qonaqlar elə rəhbərin qonaqlarıdır. Biz hər zaman bunu deyirik. Biz sadəcə orada xidmətçiyik. Kimin, hansı məhsumun mövludunu və şəhadətini qeyd ediriksə, o məclisin rəhbəri həmən deməli məsum olur. Bu dəfə də bu məclisimizin rəhbəri də deməli elə ağamız özüdür, Seyyid Əli Xamneyi cənablarıdır. Ruhu qarşısında baş əyirik və ruhunun bizim üçün duaçı olmasına Allahdan diləyirik inşallah. Əzizlər, digər məsələ, burada görürəm yenə də bəzi dostlar trollardan narahatdılar. Biz hər zaman deyirik, niyə görə biz deməli normal, səmimi bir ortam yarada bilmirik. Bizim bu canlıda, daha doğrusu bu kanal vasitəsilə, Cavid Cabbarlı kanalı vasitəsilə biz istəyirik ki, bir normal, müzakirəyə açıq, gərəzsiz, bir normal ortam yarada bilək, bir komanda formalaşdıra bilək ki, o komanda, o ortamla həqiqətləri çatdıra bilək, həqiqətlər haqqında danışaq, insanları maarifləndirək. Orada bir mövzu var ki, trollar olacaq, olmayacaq, bizə mane olmaq istəyən olacaq, olmayacaq. Əslində, bu cürdə yanaşıq məsələyə, biz buna yox deyə bilmərik. Əksinə narahat olarıq, əgər bizim fəaliyyətimizi tənqid etmirlərsə, bizə deməli ləkə atmırlarsa, bizə çamur atmağa çalışmırlarsa, bizi harasa bağlamağa çalışmırlarsa və s. onda biz narahat olarıq ki, bizim haradasa səhv eləyirik. Amma bugün biz elə canlıya çıxan kimi və yaxud da bizim fəaliyyətimizi böhtan xarakterli, şayə xarakterli, bizim fəaliyyətimizi çirkləndirmək istəyənlər ortaya çıxırlar. Həm YouTube fəaliyyətimizi, yəni ictimai fəaliyyətimizi, həm bizim məscid fəaliyyətimizi deməli gözdən salmağa çalışırlar. Müxtəlif həqiqətə uyğun olmayan şayələr yayırlar. İnsanları deməli bizim Hüseyniyyə məscidimizə gəlmələrinə mane olurlar. Bəzilərini qorxudurlar, bəzilərinə yalan şayələr çatdırırlar, məlumatlar verirlər. Bunlar əslində bizim həqiqət yolunda, haqq yolunda olduğumuzun bir daha göstəricisidir. Üzr istəyirəm. Bir daha göstəricisidir və bizi bir daha bu yolda sabit qədəm eləyir ki, biz getdiyimiz yolun həqiqət olduğunu anlayırıq
Bilirik ki, bəli, şükür olsun Allaha, Allah bizə düzgün yol nəsib eləyib, biz Allahın haqq yolundayıq. Çünki burada hər hansı bir maddi marağımız yoxdur, başqa bir istəyimiz yoxdur. İstəyimiz ancaq insanların maarifləndirilməsidir. İstəyimiz ancaq Allahın dininin təbliğ olunmasıdır. İstəyimiz ancaq Azərbaycan ən azı Azərbaycanlıların Avropada deməli heç olmasa bir gedə biləcəyi bir ibadət yerləri olsun deyə uğraşmağımızdır. Hər bir insan məsələn belə deyək də özünün iç dünyası var. Hər bir insan müəyyən günahlar eləyir və onun dönüş nöqtələri var və belə bir anlarda o bir məscidə, Hüseyniyyə, Allah ocağına getmək istəyir və öz dilində danışılan bir yerə getmək istəyir. Almaniyada bilirsiniz, məscidlər çoxdur. İğdırlı qardaşlarımız, İğdır Qars qardaşları, Şiə qardaşlar, onların məscidləri var böyük şəhərlərdə. İranlıların məscidləri var, Əfqanların var. Başqa məsələn, İraqlıların var, Livanlıların var. Məscidlər var, məscidlər çoxdur. Amma bizim özümüzün Azərbaycanlıların deməli məscidi Hüseyniyyəsi cəmi bir dənədir. O da Almaniya İmam Zaman mərkəzidir. Biz istənilən məscidə gedə bilərik. Məscid hamısı elə məsciddir, Şiə məscididir, fərqi yoxdur. Məsələn, məsciddir, gedirsən. Amma bəzən görürsən ki, insanlar biz gedirik, məsələn, İğdırlı qardaşlarımızın təsis etdikləri məscidlərə, onların mədəniyyətləri, onların kültürləri, danışıqları, sonra yeməkləri, oturmaları, durmaları tam bizimkindən tam fərqlidir. Amma adam öz dilində düşünən, öz dilində danışan, öz dilində və öz mədəniyyətində formalaşan bir məscid əlbəttə ehtiyac var. Bax, mən ən azı siz milliliyi önəm verirsinizsə, ən azı millət, bayraq söhbəti eləyirsinizsə, heç olmasa bunu nəzərə almalısınız ki, Almaniya İmam Zaman mərkəzi bu məsələlərə çox önəm verir. Son dövrlərdə də müəyyən belə bəzi elə troll deyək də, trollar müəyyən şayələr yayırlar ki, mən öz vətənimə qarşı, mən öz millətimə qarşı müsbət fikirdə deyiləm. Amma siz mənim danışıqlarımı izləsəz, mənim videolarımı, canlılarımı izləsəz, belə söz deməyə utanarsınız, xəcalət çəkərsiniz, çəkmirsiniz, xəcalət çəkmirsiniz. Əgər mən öz ölkəmə bağlı biri olmasaydım, 8 ildə Almaniyadayam və bu 8 ildə bir gündə belə olsun, mən Azərbaycanda baş verən proseslərdən biganə qalmamışam. Mən ölkəmdə deməli, ən ucqar kəndində belə bir problem yaranırsa, mən onu ürək ağrısı ilə ictimailəşdirirəm. Və qazilər haqqında, şəhid ailələri haqqında bəlkə deməli, mənim qədər demirəm, mən hamıdan çox danışıram, amma kifayət qədər mənim proqramlarımız olub, bizim verilişlərimiz, videolarımız olub ki, Azərbaycanda deməli, o şəhid ailələri və eyni zamanda qazilər haqqında biz danışıb onların problemlərini işıqlandırmışıq. İndi siz güya deməli gəlib məni anti-millət kimi təqdim etməklə nəyə nail olursunuz? Əlbəttə ki, heç bir şeyə nail olmayacaqsınız. Bizim əsasən, dediyim kimi məqsədimiz insanları əvvəla özümüzü islah eləmək, insanları maarifləndirmək, həqiqətləri insanlara çatdırmaq və bir Azərbaycanlının Almaniyada məscidə üst tutmaq üçün, Allah evinə üst tutmaq üçün məqsədi olur ki, mən Allah evinə gedim, onda bir yeri olsun ki, mən gedim, məsələn, Almaniya İmam Zaman mərkəzi Azərbaycanlıların təsis etdiyi bir məsciddir, bir Hüseyniyyədir. Öz dilimizdə danışırıq, heç kim bizdən, məsələn, başqa bir şey tələb etmir. Bizim dediyimiz kimi həftə sonları, həftənin ikinci günləri, cümə günləri və müəyyən tədbir günlər İmam Zaman mərkəzində toplanırıq, öz dilimizdə danışırıq, öz istədiyimiz formada Azərbaycan mətbəxinə uyğun yemək kim istəyir, bişirir, ondan sonra çayımız olur, söhbətlərimiz olur, şirin söhbətlərimiz olur. Əlbəttə, bəzən
deməli, fəsad, fitnə, fəsad salan insanlar da gəliblər ora zaman-zaman orada ara qarışdırsınlar və s. Biz onların vaxtında bilib o insanları oradan uzaqlaşdırmışıq. İndi həmən insanlar da yenə də öz fitnələrini başqa yerdə deməli davam etdirirlər bizə qarşı. Amma hər halda bizim bunların heç birindən nə çəkinəcəyimiz var, nə qorxumuz var. Çünki biz Allaha sığınırıq, mömin olmağa çalışırıq ki, qəm-qüssə qəlbimizdən, qorxu qəlbimizdən getmiş olsun. Bunu da mən replika kimi əslində dedim ki, bəzi izləyicilər trollarla bağlı bəzi narahatçılıqlarını deməli ifadə ediblər. Biz də bu mövzulara toxunmaqla onların qəlbində, izləyicilərin qəlbində bir aramlıq yaratmağa çalışırıq ki, biz Allahlanıqsa heç bir halda heç bir qəm-qüssə bizə yaxın dura bilməz. Nə qədər bütün insanlar da üstümüzə tökülsə, ki, gəlirlər, tökülürlər, hökumətin konkret olaraq, hökumətin təkidi ilə bizə təzyiq göstərmək istəyirlər. Çünki biz o həm ictimai fəaliyyətimizdə, həm məscid fəaliyyətimizdə biz zalim rejim Əliyev hakimiyyətini tənqid edirik, xalqa zülm etdiyini açıq şəkildə ifadə edirik və xalqın yanında, biz də xalqıq zaten, deməli, bu rejimin xidmətçilərini lənətləyirik. Buna görə də bizə qarşı olan təzyiqlər günbəgün artır və bu azalmayacaq, artacaq. Bu təzyiqlər artdıqca bizim inşallah Allah bizim imanımızı da gücləndirsin ki, biz bu təzyiqlərə qarşısında dayana bilək. Əzizlər, bu mövzuda bu qədər. Bəli, bugün əsas mövzu isə atəşkəs məsələsidir. Siz zəhmət olmasa xahiş edirəm, bəyənmələri artırın. Bu dəqiqələrdə təqribən 100-ə yaxın bizim izləyici var canlıda və təqribən 28 bəyənmə var. Bu olduqca azdır. Deməli, hər izləyici bir dəfə bəyənməni bassa, bu bizim həm baxış sayımızı, həm deməli, bu videonun daha çox insana çatmasına böyük dəstək göstərmiş olar. Ona görə də siz bu dəstəyi bizdən əsirgəməyin, zəhmət olmasa öz dəstəyinizi bir bəyənmə ilə, kanala abunə olmaqla və yaxud da yorum yazıb və paylaşım etməklə bildirin, zəhmət olmasa. Əzizlər, dediyim kimi, dünən çox ağır bir gün idi. Ümumiyyətlə, bu arxada qoyduğumuz gecə həqiqətən hər birimizin səksəkə ilə yatdığımız bir gecə idi. Çünki Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump çox ağır şəkildə İran İslam Respublikasına, İslam İnqilabının deməli, nümayəndələrini ağır şəkildə təhdid edirdi, qorxudurdu. Mən onu da deyim ki, fədakar və cəsur İran xalqı hesab etmirəm ki, bu təhdidlərdən qorxurdular. Onun ən bariz nümunəsi bu idi ki, bütün küçələrdə və o yerlər ki, o obyektlər ki, Trump bəyan etmişdi ki, onları vuracaq, xüsusən enerji mənbələrini, enerji infrastrukturlarını həmən yerlərdə İran xalqı kiçikdən böyüyə, uşaqlar, xanımlar hamısı gəlmişdilər və Trumpdan qorxmadıqlarını bəyan edirdilər. Ölümün üzünə dik baxaraq öz torpaqlarını, öz vətənlərini qoruduqlarını və vətənləri uğrunda canlarını belə əsirgəmədiklərini açıq şəkildə deməli elan etdilər. Və mən bir şey deyim sizə, düşünürəm ki, müasir dövrümüzdə, müasir dünyamızda ikinci İran xalqı kimi ikinci xalqı mən şəxsən tanımıram. Düzdür, 44 günlük savaşda Azərbaycan xalqının da hərbiçilərlə həmahəngliyini, deməli, həmkarlığını biz gördük və qürur duyduq. Zaten elə də düşünürdük.
Amma bu qədərini həqiqətən İran xalqının bu qədər fədakar və cəsur olması həqiqətən dünya xalqlarına çox böyük şəkildə nümunədir. Və bu bir açıq mesajdır. Yəni dünənki İran xalqının dünənki o izdihamı, onun oxunuşu belədir ki, bütün xalqlar öz müqəddəratlarını özləri təyin etməlidirlər və edə bilərlər. Düzdür, bir çox beynəlxalq hüquqda bu xüsusi olaraq qeyd olunur ki, xalqlar öz müqəddəratlarını özləri həll etməlidirlər. Bu qanun kimi, artıq hüquq kimi təqdim olunur dünya hüququnda. Amma bu günə qədər bu hüququn həyata keçirilməsi, reallaşması demək olar ki, baş verməmişdir. Onu sadəcə deməli siyasi təzyiq vasitəsi kimi istifadə edirlər bu hüquqdan. Amma 40 gündə, arxada qoyduğumuz 40 gündə biz bunu anladıq. Bildik ki, əslində beynəlxalq hüququn təsdiq etdiyi, daha doğrusu təqdim etdiyi millətlərin, xalqların müqəddəratı ilə bağlı bir hissəni, bir maddəni İran xalqı real olaraq, praktik olaraq həyata keçirtdi. İran xalqı kiçikdən böyüyə silahlandı və onların silahı avtomat, ondan sonra raket və s. deyildi. İran xalqının silahı dua idi. İran xalqının silahı cəsarət idi. İran xalqının silahı Allaha sığınmaq idi. Hədislərdə var ki, dua möminin silahıdır, səngər, məscid səngəridir. Səhv etmirəmsə, əziz İslam Peyğəmbərimizdəndir bu hədis. Bunun ən bariz nümunəsi idi. Yəni biz duaya, ondan sonra Allaha sığınmağa, sonra məscidə, dinə ümumiyyətlə bizim yanaşmamız o qədər yanlışdır, o qədər dayazdır. Biz bu söhbətləri İranla bağlı danışanda, İran İmam Hüseyin matəmini saxlayanda, Həzrəti Əbəlfəz deyib küçələrə çıxanda, ondan sonra sinəzən vuran deyəndə, Novhə oxuyanda və s. Biraz məsələn kimi digər xalqlar, elə Azərbaycanın özündə də mən dəfələrlə şahid olmuşam ki, İranı geridə qalmış kimi təqdim edirdilər. Hətta məsələn bəzi anlarda İranda böyük alimlər deməli təqdim edirdilər ki, müəyyən ayələr oxunsun, müəyyən dualar edilsin, filan filan. Görürdük ki, Azərbaycanda da hətta bəzən bu mövzuları məsxərəyə qoyurlar. Bu mövzularla alay eləyirlər, türklər demişkən. Amma bu gün, yəni bu 40 gün ərzində bu mövzuların alay olmadığı ortaya çıxdı və İran xalqının məhz bu mövzulardan güc aldığını məlum oldu ki, İran xalqı görürsünüz, heç bir yerdən, heç kəsdən kömək istəmədi. Bu önəmli bir məsələdir. Heç bir ölkəyə rəsmi olaraq İran xalqı, İran heç kimə, heç bir ölkəyə rəsmi olaraq müraciət eləmədi ki, səncə məndən savaş. Hətta məsələn İraqa belə, hətta öz proksi qüvvələr deyildiyi bəzi təşkilatlara belə İran rəsmi müraciət eləmədi ki, gəl mənim əvəzimə sən də savaş. Amma biz gördük, Amerika Birləşmiş Ştatları bütün NATO üzvlərinə müraciət elədi, hətta onları təhdid elədi, hətta bir neçəsi ilə münasibətləri pozuldu, hətta indi Avropa ilə, deməli, Avropadan konkret ölkələri ilə münasibətləri çox gərgin bir vəziyyətdədir. Deməli, bəzi ölkələr hətta ABŞ-da saxlanılan qızıl ehtiyatlarını geri istəyir, geri almağa çalışırlar. Bu münasibətlərin gərginliyi və s. Əziz izləyicilər, biz gördük, baxın, deməli, İran heç bir xalqdan kömək istəmədi. Və ikinci məsələ, bir dənə İran vətəndaşı heç bir yerə getmədi. Əksinə, deməli, müharibədən əvvəlki proqnozlar tamam alt-üst oldular. Müharibədən əvvəl haykü salırdılar ki, İrana bir bomba düşən kimi vətəndaşlar hamısı qaçqın olacaqlar, müxtəlif ölkələrə, xüsusən qonşu ölkələrə gedəcəklər və s. Hətta yadınızdadırsa Azərbaycanda
deməli, quru sərhədlərinin bağlı saxlanılmasında ən böyük səbəb təhlükəsizlik mövzusu idi. İranda savaş olarsa, İran vətəndaşlarının Azərbaycana kütləvi axını baş verər və Azərbaycan zaten öz vətəndaşlarını normal saxlaya bilmir. Bu qədər qaçqının qarşısında ölkə olaraq tamam iflic bir duruma gəlib düşər. Amma biz yenə də gördük ki, Azərbaycan hakimiyyətinin bu hesablaması da zaten yalan idi, amma reallaşdı. Yalan olduğu daha doğrusu reallaşdı. Göründü ki, bəli, Azərbaycan hakimiyyəti proqnozları çox böyük yanlış imiş və öz xalqına yanlış proqnozlar üzərindən zülm eləyir. Öz xalqının haqqını, hüququnu qəsb eləyir. Bir dənə İran vətəndaşı görün, Türkiyə ilə sərhəd açıq idi, Ermənistanla sərhəd açıq idi, gedə bilərdilər. Bir dənə İran vətəndaşı görün ölkəni tərk etdi. Əksi oldu amma xaricdə yaşayan deməli İran vətəndaşları ölkəsinə qayıtdılar. Hətta dünən mən oxudum, bir kino rejissor, səhv etmirəmsə Almaniyada yaşayırdı, yoxsa Fransada, yoxsa bəli bu Avropa ölkələrinin birində yaşayırdı. Onun ölkədə İranda həbsi ilə bağlı da müəyyən deməli qərarlar var idi. Onlara baxmayaraq bu hadisələrə görə öz ölkəsində həbs oluna bilər ehtimalını da gözə alıb o öz ölkəsinə qayıtdı. Bilirsiniz niyə? Bilirsiniz niyə? Ona görə ki, vətən dar gündədir. Əslində bu geri dönüş Azərbaycan xalqında da oldu. 20-ci ildə deməli Avropada yaşayan, digər ölkələrdə yaşayan Azərbaycanlılar baxmayaraq ki, Azərbaycan hakimiyyəti onları faktiki olaraq ölkədən didərgin salmışdı. Həmən insanlar ölkəyə qayıtmaq üçün növbəyə durmuşdular. Bu nümunə də var idi. Amma hər halda deməli İranda vəziyyət tam fərqli idi. Çünki İran əleyhinə aparılan propagandalar İranda hadisələrin dəhşətli bir deməli ssenarisini təqdim edirdi. O dəhşətli ssenarilərə baxmayaraq bu insanlar hamısı qayıtdılar, gəldilər öz ölkələrinə və İran İslam Respublikasının İslam inqilabının daha doğrusu necə möhtəşəm xalq tərbiyələndirdiyi bütün dünyaya məlum oldu. Hansı ki, həmən deməli xalq, həmən dövlət, daha doğrusu həmən inqilab dünya güclərinin qarşısında blokada şəraitində illərdir qalıb, dünya onları gözlərini açmağa imkan vermədiyi halda o inqilab, o İslam inqilabı görün necə də möhkəm, dəyanətli bir xalq tərbiyələndirib. Bu özü bir möhtəşəm bir məsələdir. Əziz izləyicilər, yenə də bəyənmələri artırın zəhmət olmasa. Mən istəyirəm deməli dünənki atəşkəslə bağlı, müvəqqəti atəşkəslə bağlı bəzi məqamlara toxunum. Əvvəla onu deyim ki, 40 gündə artıq 7-ci həftə tamam olur 2 gündən sonra müharibənin başlamasından və təqribən 3-cü həftədən sonra, yəni arxada qoyduğumuz 3 həftəni çıxsaq 4 həftə Donald Trump müharibədən qaçış üçün ciddi cəhdlə yollar axtarırdı. Bir bəhanə axtarırdı ki, müharibədən geri çəkilsin. Burada biz bu 40 günü demək olar ki, hər gün bəzi günlər istisna canını aça bilmədi, amma demək olar ki, əksər hallarda hər gün biz müharibənin gedişatı ilə bağlı öz mövqeyimizi təqdim etmişik və reallığa yaxın olan və yaxud da əks etdirən təhlillərimizi təqdim etmişik ki, onların çoxu da sonra proqnoz olaraq özlərini doğruldu. Bunlar hamısı təqdim olunub da mən o müharibə 40 günün müharibəsinin detalları təzədən onlara qayıtmaq istəmirəm.
Bir cümlə ilə biz bunu əgər izah eləməyə çalışsaq, belə bir cümlə alınar ki, bəli, Donald Trump ümumilikdə Amerika bu müharibədən qaçmağa cəhd edirdi, qaçmaq istəyirdi. Bu atəşkəslə də mən düşünürəm ki, qaçmağa nail oldu. Düzdür, bunun deməli müddəti 2 həftədir. 2 həftə ərzində müəyyən danışıqlar olacaq və bugün biz artıq gördük ki, atəşkəs başlar-başlamaz pozuldu. Çünki burada 3 tərəf var. Amerika, ümumiyyətlə Epstein koalisiyası əsasən də Amerika və İsrail və İran. Bu günə qədər də biz görürdük Amerika, ABŞ deməli bu müharibədən qaçmağa çalışır. İsrail isə hətta bu barədə biz xüsusi bir canlı da deməli açmışdıq və bu barədə həmin o canlıda geniş danışdıq. Amerika Birləşmiş Ştatları, Trump administrasiyası var gücü ilə deməli bu müharibədən qaçmağa çalışırdı. İşğalçı İsrail rejimi isə deməli Trump'ın geri çəkilməsi üçün bütün qapıları bağlamağa çalışırdı. Netanyahu administrasiyası Trump'ın bu müharibədən geri çəkilməsinə imkan vermirdi. Düzdür, deməli bizim proqnozlarımız bundan ibarətdir ki, gec-tez Trump bu müharibədən deməli canını götürüb qaçacaq, bir yol tapıb çıxış yolu tapacaq özü üçün. O zaman İsrailin İran qarşısında tək qalması məsələni biraz da ağırlaşdıracaq, təbii ki, İsrail üçün. Trump'ın geri çəkilməsi əsasən izah olunurdu onun daxili auditoriyasına. Artıq Trump'ın Amerika Birləşmiş Ştatlarında vəziyyəti olduqca ağırlaşır. Biz bir həftə öncə ABŞ-da təqribən 50 ştatında Trump administrasiyasına qarşı həyata keçirilən aksiyaları da nümunə kimi göstərə bilərik. Avropa ölkələrində İrana dəstək aksiyalarının ardı kəsilmirdi. Getdikcə bu İranın müdafiə deməli cəbhəsi daha da böyüyürdü. Bu artıq Epstein koalisiyasının ABŞ və işğalçı İsrail rejiminin sürətlə nüfuz itirməsinə bir göstəricisi idi. Və bütün bu və digər səbəblərə görə Trump xüsusən aralıq seçkilər mövzusu gündəmə gəlirdi. Nəinki demokratlar, hətta respublikaçılar da Trump administrasiyasının yanlışlıqla müharibə başladığını artıq dilə gətirirdilər. Və demək olar ki, dünyada bugün qəbul olunan bir məsələ ondan ibarətdir ki, bu böyük əksəriyyət tərəfindən qəbul olunur. İran bu müharibədə qalib tərəfdir. Bu, hələ atəşkəsdən əvvəldə artıq bu fikir tam formalaşmışdı ki, bəli, əslində İran bu müharibənin tam qalib tərəfi İrandır. İndiki vəziyyətdə də mən elə bu gün ərzində də bir çox həm hərbi, həm siyasi ekspertlərin, mütəxəssislərin rəyinə baxırdım, siyasətçiləri dinləyirdim və ümumilikdə mənzərə bundan ibarətdir ki, bu müharibənin qalibi də məsələ İran İslam Respublikası. Düzdür, burada biz mütləq qələbədən söhbət eləyə bilmərik. Ona görə ki, nəinki burada müəyyən şübhələr var, yox. Əslində, mütləq qələbədən ona görə söhbət eləyə bilmirik ki, tam dəqiq nəsə deyə bilmirik ki, müharibə bitməyib. Müharibə ancaq bitəndə, tərəflərdən biri kapitulyasiya imza atanda, ancaq o zaman deməli biz tam qələbə və mütləq qələbə haqqında danışa bilərik ki, bu forma, bu cür müharibələrdə, yəni nə qədər ki, pexota müdaxilə etməyib, belə müharibələrdə kapitulyasiya da olmur. Yəni tərəflər öz qalibiyyətlərini, öz məntiqlərinə uyğun əsaslandırırlar. Necə ki, bu günləri deməli Trump, Amerika Birləşmiş Ştatları
öz qələbəsini özünə uyğun deməli təqdim eləyir. Amma İran tərəfi də öz qələbəsini özünə uyğun təqdim eləyir ki, haqlı tərəfdir və İranın qələbəsi daha realdır. Amma mütəxəssislər hətta dünənə qədər İran haqqında ən kəskin fikir səsləndirən şərhçilər belə, hərbi şərhçilər və yaxud da siyasi şərhçilər belə artıq bu günləri özlərinə cəsarət tapıb deyə bilirlər ki, biz həqiqəti gizlədə bilmərik. Həqiqət ondan ibarətdir ki, bugün bu atəşkəsdə hələ biz ora qədər qiymətləndirdikdə atəşkəs olan dövrə qədər qiymətləndirdik və bütün demək olar ki, ümumi nəzər bundan ibarətdir ki, İran qalib durumdadır. Amerika Birləşmiş Ştatları nə qədər özünü qalib hesab eləsə, özünü müəyyən terminlərdən Trump administrasiyası biz qələbə çaldıq filan filan desə də, deməli, reallıq bundan ibarətdir ki, İran, bu üstünlük İrandadır. Yəni, biz bunu idman dili ilə desək, belə deyə bilərik ki, savaş hələ davam edir. Amma İran böyük xal üstünlüyü ilə tamata İran böyük xal üstünlüyü ilə gedir. Yəni, İranın böyük özdə xal üstünlüyü var. Amerika Birləşmiş Ştatları da bunu çox gözəl anlayır. Etirafları da var kifayət qədər də. Biz o etirafları bir-bir səsləndirməyə də ehtiyac görmürük. Əziz izləyicilər, bu mövzuda mən İranın təqdim etdiyi 10 maddəlik bir tələbi sizin diqqətinə çatdırmaq istəyirəm. Bilirsiniz ki, dünən arxada qoyduğumuz gecədə deməli İran 10 maddəli bir atəşkəs razılaşması təqdim etdi. Amerika Birləşmiş Ştatları da dərhal bundan razılaşdı və demək olar ki, İranın bu müharibə ilə bağlı apardığı həm hərbi sahədə, həm də diplomatiyada bir nizam, intizamı, mövcudluğu, idarəçiliyin fəlsəfəsi tam açıq şəkildə bəlli oldu. Biz arxada qoyduğumuz 44 günlük dövrdə də bu məsələyə xüsusi diqqət ayırırdıq ki, İran həm diplomatiyada, həm hərbi sahədə olduqca dəqiq, nizamlanmış bir yol izləyir. İndi də aydın oldu ki, həqiqətən İran hərbi sahəsində düzdür, biz heç bir halda İranın hərbi imkanlarını Amerikanın hərbi imkanları ilə bərabər tutmuruq. Amerikanın hərbi imkanları deməli silah baxımından daha yüksəkdir. Amma İran öz imkanları hesabına dünyanın bir nömrəli belə hesab olunur, bir nömrəli hərbi kontingentini demək olar ki, tam sıxışdırıb özündən xeyli uzaqlaşdıra bildi. Bu, hətta biz deyərdik ki, İran dəfələrlə Amerikadan hərbi sahədə zəif olsa da, amma öz zəifliyi ilə yenə də dünyanın ən güclü hərbi kollektivini demək olar ki, əzdi, onu sındırdı. Elə ən böyük uğurlardan biri elə məhz budur. Biz hələ onun İran xalqının cəsarətini, ondan sonra qorxmamazlığını, Amerikaya qarşı dirənişini ki, biz hələ bu günə qədər son 200 ildə demək olar ki, belə bir şey bizə o qədər də rast gəlməyib. Amma İran xalqının bu mənəvi üstünlüyü də təqdir ediləsidir. Buna çox diqqət verməliyik və eyni zamanda İran xalqının bu fədakarlığı bütün dünyada bir xüsusi oyanış başlatdı. İnsanlarda və hətta dövlətlər belə ciddi şəkildə qəflət yuxusundan sanki ayıldılar. Bəli, bu şərtlər ki, İran xalqı, İran təqdim etdi, bu şərtləri biz görəndə, təhlil eləyəndə bu günə qədər, atəşkəs dövrünə qədər İranın üstünlük əldə etdiyi və dediyim kimi böyük xalq fərqi ilə
İranın xeyrinə təbii ki, təlimata getdiyi məlumdur. Atəşkəsin artıq pozulması ilə bağlı bu dəqiqələrdə məlumatlar yer alır. Bu barədə indi biz danışacağıq. Çox güman ki, mən düşünürəm ki, düzdür 15 gün, 2 həftə təqribən atəşkəs elan edilib. Ayın 10-unda, aprelin 10-unda deməli atəşkəsin, daha doğrusu Pakistanda görüş keçiriləcək və həmən görüşün nəticəsinə görə atəşkəslə bağlı tam danışılacaq, yəni mövqe bildiriləcək. Bu bir deməli atəşkəs səsləndirilməsi, elan etməsi hələ 100% atəşkəsin baş tutması anlamına gəlmir. Çünki burada dediyim kimi 3 tərəf var. Amerika Birləşmiş Ştatları, İranla, bunlar bu ikisinin arasında atəşkəslə bağlı razılıq olub. İran nəfəs almaq üçün, qələbəsini biraz da genişləndirmək üçün, şərtlərini artıq diplomatiyada, masada böyük üstünlüklə masada oturur. Amerika isə demək olar ki, bunların şansı 90-ın, bəlkə 95-in 5-ədir. Yəni İran 95% üstünlüklə, şansla masada oturur. Amerikanın isə əlində olan şərtlərə biz baxanda görürük heç bir şərti yoxdur. Heç bir, daha doğrusu şərtini həyata keçirmək üçün əlində heç bir imkan yoxdur. Yəni heç bir təzyiq vasitəsi yoxdur. Yenə bu 40 gündən əvvəlki dövrlərə biz baxanda Amerika İranı vuraram, səni belə eləyərəm filan filan müəyyən bu hərbi şeylə təhdidləri olurdu. Artıq o təhdidlər də aradan qaldırıldı. İndi artıq diktə edən tərəf deməli şansının daha çox olduğu tərəf İrandır. Biz də bunu açıq şəkildə görürük, amma burada İsrailin bu deməli atəşkəsi istəməməsi anlaşılır. Ona görə də durmadan Livana, Beyruta hücumlar edir və bugün son deməli bu atəşkəs elan ediləndən sonra Beyrutun bir çox şəhərlərinə ağır zərbələr endirib, 100-dən çox insan artıq dünyasını dəyişib. İran tərəfi də artıq bəyanat verdi ki, əgər deməli İsrail Beyruta, Livana hücumları dayandırmasa 10 aprel görüşü baş tutmayacaq. 10 aprel görüşü təbii ki, bu olduqca əhəmiyyətlidir. Bu atəşkəsin güclənməsi və növbəti mərhələlərin gedişatı üçün olduqca vacib bir görüşdür. İran tərəfi artıq bir neçə dəqiqə bundan əvvəl artıq məlumat yayıldı. Mən də sizlə danışa-danışa göz atıram arada xəbərlərə və artıq məlum oldu ki, deməli, bəli, İran tərəfi Livanda atəşkəs olarsa, ABŞ-la danışıqlarda iştirak edəcək. Artıq İran belə bir açıqlama verdi ki, biz ABŞ-la o zaman danışıqlara gedəcəyik ki, Livanda da atəşkəs olsun. Yəni Livana qarşı olan hücumlar, zərbələr dayandırılmalıdır. Əks halda hər hansı bir atəşkəsdən söhbət gedə bilməz. Biz İranın təqdim etdiyi 10 maddəli şərtlər cədvəlində 10-cu bəndində görürük ki, Livanın qəhrəman İslam müqaviməti də daxil olmaqla bütün cəbhələrdə müharibəni dayandırılması. Bu şərti də görürsünüz İran nəinki özünü, hətta Livanı da, hətta digər müsəlman ölkələrini də deməli qoruma altına almağa cəhd eləyir. Bu çox olduqca vacib bir məsələdir. Bu şərtlərin 10-cu maddəsində qeyd olunduğu kimi Livana qarşı da İsrail hücumları dayandırmalıdır. Bütün cəbhədə sakitlik olarsa, atəşkəs baş tutarsa, o zaman danışıqların növbəti mərhələsi, yəni 10 aprel görüşü baş tutacaq. Amma biz görürük ki, Netanyahu bu istiqamətdə bu şərtə əməl etmir və Livana qarşı deməli zərbələrini dayandırmır.
Bu da deməli atəşkəsin pozulması üçün bir deməli bir fikir formalaşır ki, biz əvvəl də bu mövqedə idik ki, Netanyahu Tramp administrasiyasının ABŞ-ın müharibədən geri çəkilməsinə deməli imkan vermir, yolları bağlayır. Bax, yenə də həmin məsələdir. Əslində burada bir balaca pauza, ABŞ üçün bir balaca pauza lazımdır ki, müharibədə bir balaca pauza yaransın. Pauza o yaranan kimi ABŞ oradan sıyrılsın, çıxsın, getsin və İsraillə deməli İranı baş-başa qoysun. Bu həm də mən düşünürəm ki, ABŞ-ın deməli öz müttəfiqini meydanda tək qoyub qaçması kimi də qiymətləndirilə bilər. Burada biz əvvəlki günlərdə bir neçə versiya səsləndirmişdik ki, ABŞ ümumiyyətlə müharibədən geri çəkilib, sadəcə digər qüvvələri müharibəyə qataraq onları kənardan maliyyələşdirmək və yaxud da nəzarət etməyi düşünür. Çünki ABŞ-ın mövcud siyasəti daha çox bu variantı diktə edir. Bunun üçün Kürdlərdir, sonra ərəblər və Kürdlərdən istifadə eləməyə çalışırdı. Yaxşı oldu ki, bu məsələ deməli Kürdlər yox cavabı verdi. Ərəblər bu məsələdə o qədər də aktiv görünmədilər və eyni zamanda NATO-nun üzvü olaraq Türkiyədə dəfələrlə deməli müxtəlif saxta bəhanələr ortaya atılsa da müharibəyə qatılmaq üçün Türkiyənin mövcud hakimiyyəti, düzdür, mövcud hakimiyyətini biz zaman-zaman tənqid etmişik, yenə də həmən fikirdəyik. Erdoğan hakimiyyəti Siyonist rejiminin müdafiəçisi kimi çıxış eləyir. Yəni Erdoğan hakimiyyətinin mövcudluğu Siyonist rejimin mövcudluğuna bağlıdır, daha doğrusu istəyinə bağlıdır. Bu fakt dəyişməz olaraq qalır. Amma Erdoğan hakimiyyəti Türkiyə xalqının deməli qəzəbindən həm də mən düşünürəm ki, qorxdu və eyni zamanda İranla üz-üzə gələrsə meydanda təklənə bilər ehtimalı da orada mövcud idi və 3-cü müharibənin, dünya müharibəsinin açıq şəkildə elanı kimi də bu dəyərləndirilə bilərdi. Bir çox səbəblər var idi ki, Erdoğan hakimiyyəti bu müharibəyə hələ ki, yəni bu 44 gündə müdaxilə etməyib, daxil olmayıb. Amma dediyim kimi bu müharibədə ilkin atəşkəs idi və artıq İran tərəfi atəşkəsin pozulduğunu və qarşı tərəfin bu atəşkəsə əməl etmədiyi təqdirdə İran atəşkəsə əməl etməyəcək mesajı artıq verildi. Ümumiyyətlə mən düşünürəm ki, atəşkəsə əməl olunsa da, əməl olunmasa da deməli bu müharibənin bir müddət davam edəcəyi proqnozlaşdırılırdı. Mən də o fikri səsləndirmişdim. Digər bir mövzu diqqətinizə çatdırım ki, artıq Hormuz boğazından gəmilərin hərəkəti də dayandırılıb. Deməli, bu razılaşmanın, daha doğrusu təqdim olunan İranın şərtlərindən biri də bu idi ki, İran Hörmüz boğazında üzərində nəzarətə davam edəcək, nəzarət edəcək, amma bu 2 həftə ərzində orada bir sərbəstlik yaranacaq, düzdür, kontrol yerində qalacaq, birmənalı olaraq Amerikaya və İsrailə aid olan tankerlərin və onların müttəfiqlərinə aid olan tankerlərin Hörmüz boğazından keçirilməsi qadağan idi, mümkün deyildi oradan keçid olsun. Amma bu 15 gün ərzində burada bir yumuşaqlığı öhdəlik kimi İran götürmüşdü. Amma yenə də bir neçə dəqiqə bundan əvvəl Fars agentliyi məlumat yaydı ki, artıq Hörmüz boğazında gəmilərin hərəkəti dayandırılıb. Yəni dünənki vəziyyətə artıq qayıdıb, belə deyək də, dünənki, ondan əvvəlki günlərdəki olan vəziyyətə qayıdıb. Səbəb də, əsas səbəb də İsrailin Livanın müxtəlif bölgələrinə hücumları və orada yüzlərlə insanın vəfat etdiyi, həlak olduğu göstərilir. Artıq İranın bu deməli ikinci bir bəyannatıdır. Həm 10 aprel görüşünü sual altına aldı.
İkinci də Hörmüz boğazındakı vəziyyət atəşkəsin elanından əvvəlki dövrə qaytarıldı. Bu artıq atəşkəsin baş verməsi anlamından çıxır. Eyni zamanda deməli əsas bu atəşkəsə vasitəçilik edən Şahbaz Şərif, Pakistanın baş naziri Şahbaz Şərifin də deməli açıqlaması olub. O da atəşkəsin pozulma hallarının qeydə alındığını etiraf edib. Çünki bu atəşkəs Pakistanın vasitəsilə həyata keçirilirdi. Onlar vasitəçilik edirdi. Burada bir məsələni də mən diqqətə çatdırmaq istəyirəm. Sizin yadınızdadırsa, Epstein koalisiyası deməli vasitəçi kimi Türkiyəni və Ərdoğanı bir neçə dəfə təklif etmişdi. Tərəflərin Türkiyədə, İstanbulda və ya hər hansı bir başqa bir Türkiyə şəhərində baş tutmasını təklif etmişdilər. İran isə bunu heç bir halda qəbul etmədi və vasitəçi kimi özünün seçdiyi ölkəni qəbul edilməli olduğunu qeyd etdi. Burada da buna da nail oldu. Yəni bunu da həm də ona görə deyirəm ki, İran artıq üstün tərəfdədir ki, onun şərtlərinə riayət olunur. ABŞ, xüsusən Trump administrasiyası bütün hallarda İranın şərtlərinə əməl etməyini əsas götürür. Çünki öz əli zəifdir. Əli əgər güclü olsaydı, İranı məcbur edərdi, İran onun şərtlərinə əməl etsin. Amma biz əksini gördük. Gördük ki, bu dəfə də deməli vasitəçi, kimin vasitəçi olmasını da məhz İran təyin edir. Burada ABŞ-ın təklifləri ümumiyyətlə nəzərə alınmadı. İkinci tərəfdə burada Ərdoğan hakimiyyətinin inamsızlığıdır, güvənsizliyi daha doğrusu. Biz əvvəlinci gündən də demişik, İran İslam İnqilabı Ərdoğan administrasiyasına heç vaxt güvənməyib və bu Ərdoğanın necə xəbis və İslam dünyası isə necə təhlükəli bir subyekt olduğunu həmişə bilib və buna görə də öz ehtiyatını saxlayıb. Niyə Türkiyə vasitəçi kimi qəbul edilmədi sualının cavablarından biri də İran Ərdoğan hakimiyyətinə, AKP-yə güvənmir və onun tərəfindən hər bir ziyanın gələcəyini gözləyir. Hətta deməli Şahbaz Şərif qədər də Ərdoğana etibar və güvən yoxdur. Əziz izləyicilər, bu mövzu da mənim şəxsən diqqətimdə olan mövzudur və onu da qeyd edeyim ki, artıq deməli bu barədə İran Xarici İşlər Naziri Seyid Abbas Əraqçı da atəşkəsin pozulması ilə bağlı açıqlama verib. Ondan sonra dediyim kimi Şahbaz Şərif də atəşkəsin pozulması ilə bağlı açıqlama verdi. İranın özü də artıq deməli Hörmüz boğazında əvvəlki vəziyyətin bərpası ilə bağlı məlumat verdi və 10 aprel görüşü də sual altına alındı. Bu da o deməkdir ki, artıq deməli İran Epstein koalisiyası arasında atəşkəs artıq sual altındadır. Bu atəşkəsin davam etməsi çox güman ki, deməli gözlənilən kimi olmayacaq və İsrail, çünki burada İsrail əsas bu atəşkəsi pozan İsraildir və mən bir məlumatda çatdırım. İsrailin müxalifət lideri bir açıqlama vermişdi. Bir neçə saat bundan əvvəl mən izlədim o açıqlamanı. Orada səsləndirmişdi ki, deməli Netanyahu administrasiyası elə bir çətin bir duruma düşüb, hətta İsrailin talehi həll olunan bir mövzuda masada iştirak edə bilmir. Yəni burada artıq masada tərəflər İran və ABŞ-dır. İsrail burada atəşkəs mövzusunda olmadığına görə bu fikri səsləndirir. Yəni bunu ona görə deyirəm ki, deməli bütün var gücü ilə İsrail atəşkəsin pozulmasını və ABŞ-ın meydandan sürüşüb çıxa bilməməsinə maneələr yaradır. Təbii ki, burada
dediyim kimi atəşkəsin baş tutması, reallaşması olduqca əhəmiyyətlidir və bu İranın birmənalı olaraq qələbəsidir. Burada qeyd. Əgər atəşkəs baş tuta bilərsə. Niyə? 2 dənə səbəb. Səbəblərdən biri odur ki, atəşkəs baş tutarsa böyük ehtimalla Amerika Birləşmiş Ştatları bu müharibədən yaxasını qurtara biləcək. Bu müharibədən çıxışı gözlənilir. Atəşkəsdən sonra, yəni 14 günlük atəşkəs davam edərsə, 16-cı, 17-ci gündə biz artıq müharibə başlayarsa, tərəflərdə ABŞ-ı görməyəcəyik. İsrail burada tam təklənəcək. Bu İran üçün çox üstün bir tərəfdir. İkincisi də bu atəşkəs baş tutarsa, ki bunun dediyim kimi ehtimalı zəifləyir get-gedə, İranın üstünlüyü yüksəkdir. İran demək olar ki, deməli 10 böyük şərtlə masaya oturur və onun şərtlərinin qəbul edilməməsi ehtimalı çox zəifdir. Yəni İranın bu şərtləri təqdim etməsi ki, hansı ki onlar, mən o şərtləri sizin üçün oxuyuram, siz zəhmət olmasa bəyənmələri artırın. İzləyicilərin canlıda iştirak edənlərin sayı olduqca azalıb, təqribən elə bəyənmələrlə izləyicilərin sayı bərabərlik təşkil edir. Amma düşünürəm ki, 1 saatı keçdi bizim canlımız, bəlkə də yorğunluqdan bu azalma müşahidə olunur. Amma hər halda deməli, zəhmət olmasa bəyənmələri artırın ki, canlıda iştirak edənlərin sayı da çoxalsın və mən bu şərtləri də izah etməklə bir neçə dəqiqədə canlını yekunlaşdıracağam. Birinci şərt hərbi təcavüz etməmək. Deməli, İrana qarşı artıq təcavüzlərin dayandırılması, İranın Hörmüz boğazı üzərindəki nəzarətinin davam etməsi. Bu önəmli məsələdir və yadınızda salın ki, müharibə başlayanda o şərtlər ki, hansı səbəblərə görə müharibə başlamışdı, orada Hörmüz boğazından qəti söhbət getmirdi. Zaten Hörmüz boğazı 28 fevrala qədər sərbəst idi keçid. Buradan bütün ölkələrin tankerləri sərbəst keçid edirdi. Heç yerə deməli nəsə ödəmirdi, rüsum ödəmirdi. Amma bu 40 günün nəticəsi olaraq İranın əli biraz da gücləndi. İran imkanlarını biraz da genişləndirdi. Artıq Hörmüz boğazının nəzarətini də özü götürdü. İndi deməli ABŞ-ın və Epstein koalisiyasının artıq məsələn 28-nə qədər fevraldan söhbət gedir. Hansı şərtləri irəli sürürdüsə, o şərtlərə bir əlavə şərt də olunacaq ki, Hörmüz boğazından nəzarəti sən verməlisən. Hörmüz boğazında keçid sərbəst olmalıdır. Bu şərt kimi də əlavə olundu. Bu da artıq İranın siyasi və hərbi sahədə olduqca deməli böyük bir şans qazanmasını göstərir. Uran zənginləşdirməsi hüququnun tanınması bu çox önəmlidir. Çünki düzdür, burada indi müxtəlif fikirlər səsləndirilir. Uranın neçə faiz zənginləşdirilməsi söhbəti gedir. Təqribən 4%-ə qədər icazə verilməsi məsələsi gedirdi. Bu da deməli sülh vasitələri üçün deməli enerji ehtiyatlarının zənginləşdirilməsi istiqamətində uranın zənginləşdirilməsi mövzusu gedirdi. Yəni artıq bu 3-4% zənginləşdirilməklə atom silahının əldə edilməsi mümkün deyil. Onun üçün biraz təqribən 90%-ə qədər zənginləşdirilməsi gərəkir. Amma hər halda uranın zənginləşdirilməsi burada deməli İranın əlində bu hüquq İranın əlindədir. Zənginləşdirilməsini İran bu hüququ öz əlində saxlayır. Bu da önəmli mövzudur. Bütün ilkin sanksiyaların ləğv edilməsi, bütün ikinci sanksiyaların ləğv edilməsi, yəni İrana qarşı o 79-cu ildən İrana qarşı sanksiyalar ki tətbiq olunurdu, embargolar qoyulurdu. Onların hamısının ləğvi bu artıq İranın bütün dünyaya açılması deməkdir. Hətta müharibə bu şərtlərlə, bura qədər olan şərtlərlə də müharibə, bu 5 şərtlə də müharibə dayanmış olsa, sülh razılığı əldə edilsə də yenə də bu İran üçün böyük bir qələbədir. BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrinin dayandırılması ki, BMT
müəyyən İranın əleyhinə deməli bu uranın zənginləşdirilməsi və başqa istiqamətlərdə MAQATE tərkibində bir çox İranın əleyhinə bəzi qətnamələr qəbul etmişdilər. Söhbət onların dayandırılmasından gedir. Beynəlxalq Atom Enerjisi Agentliyinin idarə heyətinin bütün qətnamələrinin ləğvi, təqribən bunlar bir-birinə yaxın bəndlərdilər. İrana dəymiş ziyanın ödənilməsi, bu çox önəmli məsələdir ki, İran əvvəlinci gündən elan etdi ki, biz o zaman atəşkəsə razı olacağıq ki, bizə dəymiş ziyan ödənilsin. Burada da bu şərtlərin birindədir. Görürsünüz, İran əvvəlinci gündən təqdim etdiyi bütün şərtlər bu tələbnamədə öz əksini tapır. Yəni İran, bayaq mən dedim ki, İran diplomatiyasında bir nizamlılığı var, bir qanuna uyğunluq var və o qanuna uyğun pozulmur, müşahidə olunur. Burada da biz bunu gördük. ABŞ-ın hərbi qüvvələrinin regiondan çıxarılması, bu önəmli bir məsələdir. Artıq İran böyük həcmdə buna nail olub. Demək olar ki, ABŞ-ın hərbi gücləri, hərbi kontingent Orta Asiya ölkələrinə, biraz da NATO zəminində Türkiyədə İncirli bazasında sıxışdırılıb və Körfəz ölkələrindən demək olar ki, bu hərbi kontingent, ABŞ-a aid olan hərbi kontingent, bunlar Orta Asiya ölkələrinə tərəf deməli parçalandılar və indi biz müşahidə edəndə gördük ki, artıq deməli Körfəz ölkələrində ABŞ-ın hərbi bazaları ya boşaldılıb ya da xeyli zəifləyib, artıq da deməli orada İrana hücum eləyə biləcək güclərini itiriblər. Bunlar həm baza olaraq potensial güclərini əldən veriblər, həm də o yerləşdiyi ölkələrin siyasi rəhbərliyi qarşısında artıq deməli ciddi tələblə üzləşirlər. Hansı ki, həmən ölkələr o bazaların öz ölkələrində olmalarını istəmirlər. Oradan hər hansı bir İrana qarşı yanlış addım atılarsa, İran həmən ölkələri vuracağını, vurur və vuracağını da söz verir. Buna görə də ABŞ-ın regiondan çəkilməsi məsələsi də gündəmdədir və ən nəhayət Livanın qəhrəman İslam müqavimələri, Livanda Hizbullaha qarşı deməli İsrailin apardığı müharibənin, hücumların dayandırılması da tələb kimi ortaya qoyulub. Bu 10 dənə maddədən biraz əvvəldə dediyimiz kimi təqribən sonuncusu, 10-uncusu deməli İsrail onu müdaxilə etməklə, daha doğrusu onu pozmaqla atəşkəsi pozmuş ola bilər ki, bunu dayanmadan eləyir. Qalan 9 maddədə demək olar ki, İsrailin müdaxiləsi elə də güclü görünmür. O maddələrin deməli ABŞ əgər razılaşarsa, İsrail də razılaşmaq məcburiyyətində qalacaq. Başqa hər hansı bir mövqe sərgiləmə imkanı da yoxdur. Amma bu 10-cu maddədə İsrail deməli atəşkəsin baş tutmaması üçün o maddəni aktiv saxlaya bilər. Yəni o maddəni əməl etməməklə, o maddəni pozmaqla deməli atəşkəsi ləğv eləyə bilər. Burada başqa bir versiya da bundan ibarətdir ki, deməli İsrail ya bu atəşkəsin baş tutmasına razı olmalıdır, məcbur olaraq deməli masada oturmalıdır və İranın bütün hallarda qələbəsini qəbul etməlidir. Bu həm də ABŞ-la bərabər İsrailin kapitulyasiyanı qəbul etməsi anlamındadır. Ya da bu atəşkəsi pozaraq müharibəyə tək davam etməsidir ki, bu da yenə də İsrailin deməli böyük həcmdə intiharı anlamına gəlir və əzəmətli rəhbərin İsrail üçün qoyduğu vaxtın daha tez bir zamanda başa çatmasını deməli bizə göstərəcək inşallah. Deməli, indiki vəziyyəti mən belə qiymətləndirirəm. ABŞ rüsvayçı formada dünyada nüfuzunu itirərək bu atəşkəsə getdi. Bu bir mənalı belədir. ABŞ tərəfindən nə deyilməsindən asılı olmayaraq artıq ABŞ-a qarşı olan o fobiya aradan qaldırıldı. Eyni zamanda ABŞ-ın böyük nüfuz itkisini biz müşahidə edirik. İsrailə gəldikdə isə
İsrail bu atəşkəsi ya razılaşacaq, bu İsrailin kapitulyasiyaya imza atması anlamındadır, ya razılaşmayıb İranla müharibəni tək davam edəcək. Bu da İsrailin intiharı seçməsi deməkdir. Bütün hallarda bu 40 gün ərzində biz İslam inqilabının qələbəsini şahidlik etdik. İran İslam Respublikasının deməli qətiyyətli rəhbərliyi və eyni zamanda fədakar xalqının birliyi nəticəsində İslam ümumilikdə İslam Allah qoşunu böyük bir qələbəyə imza atdılar. Həqiqətən bu böyük bir qələbədir. Bundan sonra dediyim kimi atəşkəs əməl olunmasa da yenə də İran qalibdir. Atəşkəs əməl olunsa da, hətta sülh imzalansa belə yenə də İran qalibdir. Sadaladığımız 10 dənə maddə ki, açıq şəkildə gördük. Bunlar əslində deməli İranın 40 gündən əvvəl İranı sıxışdırmaq üçün ortaya atılan müəyyən bəhanələr və səbəblər edilir arası. Amma İran gördü ki, bu özünə qarşı ortaya atılan bəhanələri özü fədakarlığı nəticəsində özü üçün fürsətə çevirdi və məhz indi həmən o səbəblər və bəhanələrlə Epstein koalisiyasını küncə sıxışdırıb və düşünürəm ki, xüsusən İsrail üçün, işğalçı rejim üçün qaçış yoxdur. 2 dənə variant var. Dediyim kimi, ya intiharı seçəcək, ya da kapitulyasiyanı. Başqa variantı olmayacaq. Hər iki variantda artıq İsrailin sonunun yaxınlaşması və yaxud da sonun başlanğıcını da biz deyə bilərik. Əziz izləyicilər, hər halda mən sizin hamınıza təşəkkür edirəm. Diqqətlə izlədiniz, qulaq asdınız. Düzdür, mən yorumları o qədər də deməli yaxşı izləyə bilmədim. Ümid edirəm ki, deməli faydalı bir canlı yayımımız oldu. Hər birinizə təşəkkür edirəm. Dua eləyək ki, Allah İslam ordusuna, Allah qoşununa zəfər qazandırsın. İmam-ı Zamanın zuhurunu tezləşdirsin ki, biz İmam-ı Zamanın zuhuru ilə bir-birimizi təbrik eləyək, sevinək və inşallah ümidimiz budur ki, Epstein koalisiyası, bunlar şeytanın ordusudur, rüsvaysız şəkildə geri çəkilirlər və bu geri çəkilmə ilə yekunlaşmayacaq. Bu geri çəkilmə əslində Epstein koalisiyasının həm də deməli biabırçı məhvinin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu bizim ümidimiz, arzumuz, istəyimizdir. Allah bizi inşallah hər bir zaman haqq əhli ilə məhşur eləsin. Allah bizi hər bir zaman Əhl-i Beytlə məhşur eləsin. Allah bizi hər bir zaman İmam-ı Zamanın layiqli tərəfdarlarından qərar versin inşallah. Allahümanında İslam ordusunun tezliklə mütləq qələbəsi ümidi ilə hər birinizə sağ ol deyirəm, təşəkkür edirəm, var olun. Allahümanında.